Lənkərana gəldinsə, gərək bu çayın dadına baxasan. Bu çay başqa çaydır. Niyə başqa çaydır? Ona görə ki, bu arxa fonda görürsünüz, bu dəmir ağacıdır. Və bu dəmir ağacının bu yayda, bu istidə, bu dəmir ağacının altında oturub, bu çayın dadına baxmaq, nə deyim sənə, bu limonun dadına baxmaq, bir də biz tərəfə xas bu şirniyyatla başqa bir şeydir. Özü də maraqlısı nədir? Bizdə burada bu çayı stəkanla verirlər. Yəni çayniklə, falanla çay vermirlər. Dadı da başqadır. Slogan da belə olmalıdır. Yəni slogan da belədir. Lənkərana gəldin, gərək vağzalda mütləq bu çayın dadına baxasan. Baxmadınsa, deməli Lənkəranda olmamısan. Nuş olsun.